istifade ettiğiniz e-mail, Gmail olduğumuz Gmail'de. Bu bir kanal değil. Bundan video yüklemeyin çünkü videoları öz kanalına uygun yükleseniz daha izlenme çok olacak. Bu kanal benim adımla gelir. Ama yeni bir kanal açsanız daha yaxşı olar. Ne edirik burada? Burada YouTube ayarlarına giririk. Her şey diqqətlə izləyin ki yerli yerinde olsun, nəsə yaddan çıxmasın. Burada Murat Qurbanov adı ilə açmaq istəmirəm mən kanal. Ona görə də nə edirik? Burada klikləyirik. Yeni bir kanal adı açırıq. Kanalımın adını istər uyğundur. Burada qarşılıqlı şeyler belki paylaşdım. Səhifə şərtlərini qəbul edirik. Bitti. Və artıq bir kanalımız var. Bunu da
YouTube hesabımız doğrulandı. Bu saat kanalımız da doğrulandı. İndi deməli bir şey nəzərinizə çatdırım ki, YouTube Türkiyədə, Azərbaycanda və s. belə bir çox ölkələrdə pul qazandırmır. Bu amma problem yaratmır. Bunu həll edə biləcəyik. Burada kanal səkməni qeyd edim ki, YouTube'da yeni versiyada ya da bu köhnə versiyada bilmirəm, mənim versiyamda birbaşa burada çıxmır. Bu bölməyə girmək üçün burada içerik oluşturucu stüdyosu seçimine klikləyirik. Burada kanal və doğrulanıb bizim kanalımız artıq gelişmiş deyə klikləyirik. Azərbaycan da gördüyünüz kimi. Azərbaycanı Amerika, İspanya, İngiltərə və s. belə ölkələrlə dəyişdirmək olar. Mən Amerika seçim ya da Amerikanı çox seçirlər. İngiltərəni seçim bəlkə də. İngiltərəni seçdim mən. Burada videolarımın yanında görün necə də oldu. Videolarımın yanında reklamların görüntülənməsinə izin ver. Bu onsuzdan pul qazansanız bu ləğv olunacaq. Eybi yoxdur. AdWords hesabını sonra doğrulayacağıq. Bunlar belə qalsın. Bunu yadda saxlayırıq. Bunları yenidən düzəltmək olar, yəni problem deyil. Dəyişdirə biləcəksiniz. İndi yenə kanal bölümünə giririk. Artıq gördüyünüz kimi burada pul qazanmada etkinləşdir deyə bir səkmen çıxdı və bunlar da aktiv olundu. Pul qazanmanı aktivləşdirək. Etkinləşdir deyə klikləyirik. Hesabımı etkinləşdir. Burada məlumatlar ala bilərsiniz. Deməli videodan necə pul qazana bilərəm, nə qədər qazana bilərəm, necə videolar uyğundur, hansılara uyğun deyil deyə siz məlumatlana bilərsiniz. Məncə oxumağınız daha yaxşıdır. Çünki mən bir kanalım mənim bağlanmışdı deyə artıq bilirəm. Amma siz bu indi düzəldəcəyiniz kanal bağlanmasın deyə oxusanız yaxşı olar. Ən azından müəyyən qədər oxusanız yaxşı olar orada. Çünki bütün məlumatları verir. Yəni YouTube bizə borclu qalmır. Bizdən tələb edir ki, oxu, bil və pulunu qazan. Bu biraz məndə vaxt alır. Görək. Onda mən başqa şeylər deyim. Deməli biz burada kanalımıza doğru regionu dəyişdik. Pul qazanmanı aktiv edirik indi. Və AdSense-ni YouTube-la ələ verəcəyik. Telefon nömrəsi lazım olacaq. Bayaqki proseslərdə dediyim kimi lazım oldu. Aha, gəldi. Pul qazanmanı aktivləşdirmək. Bunu da oxumaq məsləhətdir. Düzdür, bu çoxdur. Bu burada ingiliscədir. Bunun türkçəsinə də baxa bilərsiniz. 3 qutucuğu klikləyirik və qəbul edirik. Bunu anladım deyə klikləyirik. Videomuz yoxdur. Yenə kanal bölməsini klikləyirik. Gördüyünüz kimi pul qazanma artıq aktivdir. Amma bu aktivlik hələ də pul qazandırmaz. Niyə? Çünki biz AdSense hesabımıza bağlanmamışıq. AdSense pul qazanmada böyük rol oynayır. Bunlar öz yerindədir. Baxa görəndə qalır. Canlı etkinlikləri qalmışsın, biz canlı heç nə yayınlamırıq. Kontrol paneli burada gördüyünüz kimi əvvəllər yox idi. İndi isə pul qazanmanı heç olmasa yarıya da aktiv etdikdən sonra artıq buradakı məbləği göstərir. Qeyd edim ki, YouTube-da izlənmə sayısı, dəqiqələr, görüntülənmə sayısı, dediyim kimi klikləmə sayısı falan, bunlar hamısı təqribidir. Pul da təqribi olacaq. Amma AdSense hesabında doğrudur və hər ayın 15-dən 15-nə dəyişir. Bununla bağlı biraz məlumat vermək istərdim. Həm oxuyun, həm də ki, istəyirsiniz dinləyin. YouTube minimum təqribən hər reklam klikləməsinə görə $0.3 verir. Reklamların tipinə görə bu məbləğ artır. YouTube-da göstərilən statistikalar, məsələn, izlənmə, klikləmə sayıları təqribi olur, bayaq dediyim kimi. Bu hesablar AdSense-də doğru göstərilir və hər ayın 15-dən 15-nə məlumatlar dəqiq verilir.
AdSense mobil proqramını yükləyərək hər gün statistikaları nəzərdən keçirə bilərsiniz ki, məndə bu proqram var. Digər məlumatları videoya baxaraq əldə edə bilərsiniz. Diqqət, bunlar çox önəmlidir. Zəhmət olmasa dinləyin. Hesabınızdan video yüklədiyinizdə onun YouTube tərəfindən qorunmadığından əmin olun. Məsələn, belə ki, lisenziyalı deyə videolar olur. YouTube-la müqavilə bağlanılıb. Onu məsələn həmin adamdan başqa heç kim qoya bilməz və yaxud musiqilər var ki, lisenziyalıdır. Belə videolar yükləndikdən bir neçə dəqiqə sonra sizə bildiriş gələcək ki, bu videodan pul qazana bilməyəcəksiniz. Videoda olan arxa fon musiqisi də qorunan olsa, bu bildirişi alacaqsınız. Əgər videonun bir hissəsindəki musiqi qorunan olsa, YouTube sizə videonun musiqi səslənən saniyəsindən bitənə qədərki vaxtda qadağan olunan musiqinin YouTube tərəfindən məsləhət görülən musiqi ilə əvəzləyə bilərsiniz. Video yüklənərkən, yükləndikdən sonra da hətta videolar bölməsində burada sizə bildiriş gələcək ki, Türkçədə 3-cü taraf içeriği belə bir şey yazacaq. Yəni ki, sizdən başqa bunun haqları qorunur başqaları tərəfindən. Onu silməyiniz məsləhət görülür, elə videoları. Diqqət, bir neçə kanalınız olduğu halda öz videolarınızın reklamlarına klikləməyin. Mən bunu etdim və kanalımı bağladılar, AdSense hesabımı bağladılar, halbuki içində pul da var idi. Və mənə çox gözəl də məlumat verdilər, yəni mən özüm səhvimi başa düşdüm. Bir neçə kanalım var idi və başqa hər kanaldan girib digər kanalımdakı reklamlara klikləyirdim. Bu olmaz. YouTube bunların hamısını bilir, izləyir və necə bilir deyərsəniz, necə bilir, yəni biz burada bir Gmail ilə girmişik. Neçə kanalımız olsa da hamısı bu Gmail altındadır. Bir Gmailin kanalları təbii ki, başqa yollara ayətməyin. Elə belə yaxşıdır. Siz klikləməyin. Onsuz da nə xeyri o qədər də çox olmaz. Deməli, reklamları klikləməyin. YouTube bunu bilir və sizin hesabınızı bağlayır. Mən belə hadisənin qurbanı olmuşam. YouTube haqlarını çox yaxşı şəkildə qoruyur. Yüklədiyiniz video ilə bağlı şübhələriniz varsa, videonu yükləməkdən imtina edin. Məsələn, düşünürsünüz ki, bu video hüquqları qorunan ola bilər və yaxud bu video təhlükəli ola bilər, o videolardan uzaq olun. Bu qədər var ki, maraqlı videolar, qorunmayan videolar. Onlardan istifadə edin. İnternetdə, məsələn, Google-da son bir saatda, bir gündə yüklənən videoları götürüb YouTube-a yükləyə bilərsiniz. Və yaxud YouTube-a bir saat içində qoyulan videoları, yəni yeni videolardır deyə hələ çox adam görməyib, diqqət cəlb edən videoları yükləyib, yenidən öz kanalınızdan YouTube-a yükləyə bilərsiniz. Amma o videolarda hüquqları qorunan ola bilər. Yəni diqqətli olun biraz. Burada başqa nə işimiz qalmışdı? İyi durumda. Burada indi bu aktiv olandan sonra para kazanma bölməsi gəldi burada. Buradan yenə bunları oxumağınız məsləhət görülür. Ödəməm nasıl yapılacaq deyə bir sual var. Ora klikləyərək ödəmələr Google AdSense hesabı üzərindən yönetilir. Ödəmə ala bilmək üçün YouTube hesabınız ilə AdSense hesabınızı ilişkiləndirmə işləmini yapmanız gerekir. Burada gördüyünüz kimi link kimidir bu. AdSense hesabını ilişkiləndirməyə klikləyin. Burada sonrakini basın. Və 3 addımlıq bir AdSense deməli AdSense doğrulama bölməsi var. Buradan evet Google hesabında oturmasına adımına geç. Buradan yeni bir Google hesabı düzəldib getmək lazımdır. Niyə? Çünki burada mənə bir zaten bir deməli belə ki əgər YouTube'a hüquqları qorunan video qoysanız, YouTube sizin kanalınızı bağlasa, sizin pullarınıza təsir etməsin, itməsin deyə yeni bir hesabla girirsiniz bura. Ona görə yeni bir Google hesabı oluşdur
klikləyirsiniz. Elə buradan istifadə etdiyiniz e-maildən və ya başqa bir e-maildən girə bilərsiniz. Necə? Mən də yenisini açıram. Yenisini açıram. Burada mevcut elektron posta adresiniz yazır. Görün yeni elektron posta adresi. Mövcud elektron posta adresindən hansını yazsam yaxşı olar, bir dəqiqə. Bunun üçün əvvəldən bir, əgərsə yoxunuzdursa belə bir elektron post adresiniz, əvvəldən bir elektron post adresi, bu videonu saxlayın, hələlik elektron post adresi yaradandan sonra yenidən davam edərsiniz. İndi mən baxıram. Murad Qurbanov Listru. Sizə belə məsləhət görürəm, bu ayrı-ayrı şeylər olsun ki, heç bir problem yaşanmasın. Elə burada doldurduqdan sonra telefon nömrənizi yazırsınız.
ikinci videoda görüşene kadar ikinci videonun da linkini atacağım videonun altına. İnşallah pul kazanmağa başlayacağız bu yolla. Hələlik.